Salam aleykum. Kim allergik öskürəkdən əziyyət çəkirsə, resepti düzəldirəm, göstərirəm sizə. Bu sual çox gəlir mənə qış aylardır. Allergik öskürəkdən əziyyət çəkən insanlar, asma xəstəliyindən əziyyət çəkən insanlar, nəfəs ala bilməyən insanlar inşallah bunu düzəltsin, içsin. Bax, yarım stəkan kənd heyvanının sütünü götürürsünüz, yarım stəkan da su, adi su. Çaynikə əlavə eləyirik. Niyə mən bunu çəkirəm? Çünki videolar vururlar. TikTokdan mənə deyir sil. Mən də məcbur silirəm. Nə qədər reseptləri silmişəm, nə qədər reseptləri silirəm. Hamısını da artıq bundan sonra çalışacağam qrup atam. Göstərirəm sizə. Demək, əlavə eləyirik çaynikə. Görüm, indi bir dənə bu düşə bilsəydim bura. Ha. Süt getdi çaynikə. Sonra su. Bunu da tökün. Bu mükəmməl reseptdir. Sadəcə TikTokda bunu vurdular. Artıq məcbur oldum ki, yenidən çəkəm. TikTok dedi ki, sil. Amma YouTube'da, Instagramda qalıb. Bir çay qaşığı ut hindi tozu. Böyüklər üçündür bu. Amma uşaqlar üçün, belə deyəndə 5 yaşından yuxarı uşaqlar üçün yarım çay qaşığı tökərsiniz. Yarım çay qaşığından da biraz az eləyərsiniz. Az olacaq yoxsa. Bu böyüklər üçündür. Bismillah. Bu isə biyan köküdür. Bir çay qaşığı, uşaqlar üçün yarım çay qaşığı. Bismillah. Artıq qoymuşam qaynamağa. İnşallah qaynasın. 1-2 dəqiqə qaynadacağam. Və söndürəcəm, sizə göstərəcəm. Baxın, artıq qaynayır. 3-4 dəqiqə qaynada bilərsiniz. Vam xodla da, az xodla. Baxın. Bax, belə qaynasın 3-4 dəqiqə. Baxın, qaynayır. Bax. Artıq 4 dəqiqəmiz oldu. Yəni 3-4-5 dəqiqə qaynada bilərsiniz belə. 5 dəqiqə keçməyin. Sonra söndürürük. Söndürəndən sonra demək, təxmini 20 dəqiqə qalsın. Elə ağzı bağlı qalsın. Artıq demək süzmüşəm. Hazırdır. Bu çaşkanı da dəyərli bir xanım verin mənə. Bacımdır mənim. Çox sağ olsun. Düzdür, mən biraz belə deyim də, böyük çaşka da eləmişəm, biraz böyük. Amma siz balaca da eləyə bilərsiniz. İçilən vaxtı 1 çay qaşığı bal, təmiz bal əlavə eləyirik. Bu cökə bal da ola bilər, meşə bal da ola bilər, şabal bal da əlavə eləyə bilərsiniz. Əsas odur ki, təmiz bal olsun. Mən də təmiz balı fitoklublardan alıram inşallah. Qəşəng bunu qarışdırırıq və bismillah eləyib içirik. Bax belə. Mən məcbur bunu çəkdim. Mən bunu qoymuşdum bu videonu. Sadəcə olaraq videoları vururlar da istəmirlər insanlar, sağ olsun. Onun üçün çox videolar silmişəm. TikTok mənə qadağan qoyur. Çünki mən o silməsəm səhifə yanacaq. Şimdi məndə sonuncu qalıb, böyük səhifəmdə. Onunla da bağlanacaq. Yəni silirəm, prosta təzədən çəkib qoyuram. Neçə gözəl reseptləri sildim, məcburən. Ən çox qrup atıram bacardığım qədər. Belə. Allah bütün xəstələrə şəfa versin, bizlər də onun içində. Amin.